Hər kəsə salam. Ta-da-da-dam. Deməli, uşaqlar, necəsiz? Şaxtağdan gələndən vlog paylaşmıram. Oradakı vlogları stoklamışdım, paylaşdım. Biraz yorğunçuluq idi. Çünki həqiqətən yol bizi dəhşətli dərəcədə yormuşdu. Yolda da başımıza biraz bir hadisə gəlmişdi. Ondan bağlı vəbşə biraz qaydamda dilxorçuluq idi. Hamınız da yazmışsınız ki, dilxorsuz falan filan. Bəli, balaca problemimiz var idi. Amma şükür Allaha sağ-salamat evimizə qayıtdıq. Bugün də gəlmişəm nənəgilə. İndi bugün burada qalar. Mən də hıçqıraqdım. Niyə hıçqıraqdım mən? Ağlamısan mən gələnə günə. Sıxar yemişəm. Hə. İstəyirəm ki, durum gedim Alisa'nı qoyuram nənə yanında. Xəyələ xalam hələ işdədir. O gəlsin. Gedirəm aşağı düşüm. Gedim Alisa'ya mağazadan yoğurt alım, banan alım falan filan. Nəsə oxşun belə şeylər almaq istəyirəm. Gedim onları alım. Sonra qalxım yuxarı. Alisa'yı indi yedizdirdim. Nə varsan ona qurban? Neynirsən? Suxa eləyir. Hıçqıraq tutub mən. Nəysə düşürəm aşağı. Düşüm aşağı, gedək mağazaya, gedək alışveriş eləyək, ondan sonra qalxaq yuxarı. Görək başımıza nə işlər gəlir. Deməli uşaqlar, Alisa'nı qoydum mamanın yanında, nənənin yanında daha doğrusu. İndi çıxdım evdən gedirəm. Bu arada piyada gedirəm. Xalam aşağıda yoldaşı ilə mənə gözləyirlər. Bugün burada qalacağımız üçün Alisa'nın bananı ilə yoğurtu, bir də yumurtası yoxdur. Gedirəm onları almağa. Çünki səhər yuxudan duranda Alisa banan yoğurt yiyir. Yumurta ilə kəsmik yiyir. Bir də bir şey deyəcəm. Mama gili soruşsaz, mama gili rayondadılar, əskər gəldisinə gediblər. Ona görə onları şey eləyə bilmirəm. Yəni orada evdə qalmamışım da belə deyim. Əslində heç bir işim yoxdur. Prosta evdə sıxılırdım. Mama gildə yox idi. Dedim Alisa'nı götürüm gəlin bura. Atamız da onsuz da işdə olur bütün günü. Evdə olmur, darıxırıq. Dedi yerə gələk. Bizim bu padyum qış boyu ancaq buz olur və sürüşüb düşmə ehtimalımız çox olur. İndi şükür Allaha buz yoxdur. Amma hər an hər şey ola bilər. Sabah bir gördünüz, qar yağdı. Arkadaşlar gelmişiz. Şu anda kocası yanındadır. Dedi benden şey gelip, aynı gelip. Değişer yabancı kısamızı. Hayır, Alisa'ya yoğurt götten ne olur? O yoğurttan yok. Haydi. İlle de bundan alabilirmiş ha. Bakın. Ha, onu da götür. Çok götür. 4 tane götür. Alma al, alma. Alma bana ha, ikisini al. Şeyle karıştır diyelim. Çok götür. Eve pararam da yüz işte. Seni de götürün. Şey, bu karmasan budur. Yo. Alma bana götür yeter. Alma bana. 6 tane götür. Eve pararam. 4 tane götürün. Biz senin yanına sen gelende alırım. Uymuyor şu ama yemek getirmeyi. Alırım da götür. Hayır, Rassişka da götürerdin onu da. Hayır. Arvadım papağanın elinden almış ama ne göre. Kulaklarım üşüdü arkadaşlar. Hayırlen papağanı götürdüm. Alışverişimizi eliyle hal hazırda. Hayırlen de birazdan məhşur sobasında bize yemek pişirecek. O ne diyor ki? Burada şey salat düzelteceğim. Ne salatı? Orada bakmadım şey var mı? Uşaqlar, Alisa'ya bir oyuncaq aldım. Hep bu Gerkulis'ten aktarırdım. Kaldede görmüştüm diye. Bu daha tez pişir. Ben Alisa'ya götürüp böyle içince Gerkulis almıştım. Ne kadar pişiriyordum pişmiyordu şu an Gerkulis'i. Ama bunlar da 2 dəqiqəyə dəmləyin. 2 dəqiqə dəmləyin. Sizləri bildirəcəm. Xəyələ hanı? Hə, ana qurban. Anan alı, bir anan. Ay safım. Heç nədən də başı çıxmır. Bacı qırma ya. Hə. Doktordur, ot müayinə eləsin sizi tezən. Ötüxələni, qulələni tək bunu müayinə elə. İynəsi yoxdur qızım içində. Nə gedirmə şeydir, bu iynəsi də yoxdur içində. Uşağım iynə Gözə vuradan. bunları yapışdırsan üzərinə. Yox, yapışdırmırsan. Nakleyka var onun üçündür. Həqiqi. Ha. Davay Bazi, işin gücün adı nədir? Otur yapışdır. Bura nəyə gəlmişsən? Bu bir səndən üçündür. Hə. Gel parmağı yapışdıran da. Hər sağ karafkasının içine koy. Ayarla. Buna ne kadar pul verip buna nasıl ayarla. 6 manat, dəyməz ya 6 manata. Yeter. Geçen gözüm. Buna bax, içində heç nəyə yoxdur. Ben bunu severəkdən alsam 2 manata alaram. Avretçi olduğumu demeden göstərirəm də burada. Qızlar nənə getmişdi Alisa'ya kök zat, soğan zat alıb. Alisa da götürüb burada çobanlıq eləyir. Burada da pişiklərimiz var. Burada xalamın heyvanları var da. Unutma onlar üçün baba.
Qapıyı gəlir özü açır. Olmaz ana qurban. Mən də burada Alisa'ya nənə paltarımı yuyur. Mən də burada uy əlim yandı. Alisa'ya yemək qızdırıram. Yemək qızdırıram ki, yeməyi yedizdirim. Acdır çünki. Nənə ona qəşəng su pişirəcək. Hə, maması? Hə, qızım? Ay Allah, çubuğu götdü getdi oraya arkadaşlar. Gün kızım. Kızı bize. Gel Alice, gel. Deməli uşaqlar, nənə Alisa'ya su pişirir. Yüce hazırlamısan nənə? Çoxdur. Sağ ol sən. Bəh. Mən hamısı tüvəqdən gətirəm də. Həqiqi. Olur. İndi xalam da bunu geçən burada pişirəcək. Niyə? Nə olub? Əlimizi dəyişmişik, yeməyimizi yedik, düzdür? Sənin dərdin, problemin nədir bu həyatda, ana qurban? Burada kim var? Burada pisiklər var, ana qurban? Pisik, olmaz. Yiyər bizi. Yiyər. Pisik. Pisik. Hə, pisik, gəl gedək. Qapını ötək gedək, gəl. Amma eləyər, bizi amma eləyər. Pisik deyib, amma eləyər bizi. Amma eləyər, bizi mama qurban, amma eləyər. Hə, hamı eləyər, ana qurban. Nənə, bunun başına bəmcə qaynar su aldı, baş və dinərəm. Gəl nənə sənə su versin, patılarımızı çıxartdıq, atdıq bura ki, nənə yusun. Nənə evinə gələndə su oynarıq başına nəyə. Xəylə dəmdən, beşini qabırsan mən. Artıq asma. Hələ ki, bura az nənə. Yox, sonra ne gələnə, bir an. Həqiqi? Hə, yaxşı. Bir damcı al. Çox qaynar olmasın. Oyunu öyrədim. Heç nə olmaz, bir damcı elə bəsdir. Gəl su iç, Alice. Gəl nənə bizə su versin, su içək. Baxın. Ağzın balı yaxşıdır, əladır. Dişlərin? Ala, mamaşı. İç. İndi bu dəqiqə yemək yiyib uşaqlar. Əyini dəyişdim, ağlayır deyə tərbiyə edim. Əyini dəyişdim, indi fırlandım. Divara dəymə. Olmaz. Pakka qaynadı şimdi nə bu? Qoy yeri baxalım. Qoyum yerə. Mən yedim, çox pişirsin. Sabah evə gedəndə aparım özündən. Nə? Nədir ki o? Bunu istəyirsən, ala. Gəl, mən getdim. Oranı da şunu söndürüb, xəyələni qoymuşsan qaranlıqda. Gəl bura. Əliyə uşaqlar, nənəm dolğa pişirir. Bəh. Qoçaqdır da bu arvad. 2 dəqiqənin içində həm uşağıma yemək pişirdi, həm də dolğa pişirir. İndi də toyuğu pişirəcək, qəşəng. Uşağın yeməyə deyir, pəncərədə baxa bilərsin. Nənəmin təmizliyinə həqiqətən də söz ola bilməz. Ev nə qədər dağınıq olursa olsun, heç vaxt təmizliyindən heç kim söz eləyə bilməz. Çünki çox təmiz iş görür. Nənə, bunları bəyəndimi? Bunlar nədir belə? O tüvörkadır, o Nə qəşəng balaca bir şeydir. Şey kəsəndir, xamır kəsəndir, bu karçıqa doğrayandır. Həqiqi. Nə maraqlı şeydir. Suxarilərdə nənə beləncə tvotkada eləyir. Quru çörək qalan kimi sıraz onu tvotkada belə suxari eləyir. Nə kullanıram, hayıfdır, su pişirirəm, boş pişirirəm. Qəşəng onlarla yeyilir. Bu çoban da buradadır. Hani oxlubun? Alisan da supu buradadır. Qəşəng blenderdən keçirdi. Nənə, bunu açdırmaz başına iraq olsun. Dəqiq. Mənə olmaz. Alice, olmaz ana qurban, olmaz. Sizdə. Olmaz. Sizdə. Hadi nə, göyərtiyin iyi ləzzət edir axı. Bak, tutmaq istəyir qalırlar oradan. Əz, nə qaysan? Nə qaysan ana qurban? Hə, paltar yandan xoşun gəldi. Noxud vurassan, nələ buna? Yox, noxudum yox. Həqiqi, heç nə olmaz, noxudsuz da olur. Gəl bura, Alice. Gəl nənə doğğa pişirsin aşkım. Nənə, onu pişir, gəlib bunu pişirəndə də çəkəcəm sənin. Bulayırsan nənə, yadında da o vaxt doğğanı pişirəndə bizə bulatdırırdın. Otururduq, bulayırdıq. İndi də bulayırsan, yoxsa indi bulanmırsan? Davamlı pişənə kimi, yoxsa belə? Davamlı pişənə kimi, qaynayana kimi. Niyə doğğan bulayırlar, nənə qaynayana kimi? Çürüməsin. Yumurta burada deyil, çürümür. Sərabına yenə damarın biri qaçır. Sən izləyicilərə sual verginən ki, mən verirəm buradan sual. Doğğanı pişirirsən. Doğğanın neçə damarı var? Bir dənə onu mənə izah elə söz. Aferin, hə? Aferin sizlərə. Bəs bu yaxşı, indi sən onun cavabını demə. Kameranı bağlayan sonra mənə deyərsən, o nə deməkdir o damar? Damarda bir dənə damarı qaçırsa hamısı qaçır, çürümüş kimi olur da, çürümür. Nənəm bu arada çox dadlı yeməklər pişirir, onu da sizin nəzərinizə çatdırım.
həqiqətən də möhtəşəm nötəsidir. O sualına mütləq cavab verin. Hə, Alice? Hə, eşmə oraları. Alisa bir dəqiqə bir şey eləyir, Allah analiz rəhmət eləyir. eləsin. Bir dənə mayor Altay müəllim vardı. Allah qəni rəhmət eləsin. 82-ci illərdə mən doğğa pişirəndə gəldi gördü doğğa pişirirəm. Onda Nərmanovda yaşayırdım. Geldi gördü, qaçdı dedi ki, bəs sənə bir sual vereyim, Əfəndiyeva. Dedim, buyur, Altay müəllim. Qaçdı dedi ki, doğğanın neçə damarı var? Dedim, nə bilim, onda haradasa 18-19 yaşım vardı. Dedim, bilmirəm, Altay müəllim, yalan deyərəm. O mənə izah elədi, dedi, qulağında sırra saxla. Kim sorursa, dənə özüm bilirdim. Allah ona rəhmət eləsin. O heç vaxt mənim yadımdan çıxmaz yəni. Çox gözəl insan idi. İndi sən də onu yəni izləyicilərimə verdin, hə? Hə, o sənə İndi bu videonun altındakı yorumlara baxarsan, görə tapacaqlar yoxsa yox? baxıb deyərsən. Tamam. Gedim o tərəfə. Birazdan Frank gələcəm arkadaşlar. Alice kafeş eləmişdə dəyişdim. Doğğamız hazırda arkadaşlar. Və toyuğa mı? Ay Allah! Adı nənəmin köhnə tabası. Mən onu sənə vermişəm. Hanı nənə bunu bilbəz? Sənə vermişəm ya. Hara qoydun mən? Haycan. Haycan. Gedək toyuq yeyək, gəl. Toyuq burada qızarır uşaqlar. Bəh. Düzdür, nənə vaxtı taban birini mənə vermişdi, yoxa çıxartdım. Karçıqa da burada. Gəl. Ali ver. Gəl. Sənə doğğa çörək verəcəm indi, gəl. Çıqa bağıma. Gəl. Uşaqlar, nənə çöldədir, nənə qorxuzacam. Qızı it. Deyir, burada balaca mağaza var, o yandayım. Məndən vardadır. Kapçuka yandı. Deməli, uşaqlar, quru meyvələr sifariş eləmişəm. Bizdən nənəni çıxartmışdım götürməyə. Nənə də tapa bilməyib. Taksini getdim, özüm götürdüm. Dondum arkadaşlar. Soyuqdur. Deyil, nənə süfrəsidir. Bir dənə baxın. Nənəmin süfrəsində nə olmasa da mütləq bu turpla kələm göyərti olmalıdır. Bəh. Göz haqqınızı halal edin. Əllərinə sağlıq, təriş. Öpürəm səni, sonra sənə meyvə qurusu verəcəm. Deməli, uşaqlar, nənəm qəşəng həmişə kimi çayını falan hazırlayıb. Mən də xalalarım çox sevirdi. Təbii ki, tək xalalarım yox, özüm də. Qəşəng meyvə qurusu. Meyvə yox, dondurma. Belə dondurmalar sifariş elədim. Bu formada. Uruz! Nənə sənsən? Belə. Ayda, bu çox dadlıdır. Bunu indi kesin səfər video şəklində yemişdim, video çəkmişdim. Bu səfər sizlər üçün YouTube üçün yeyəcəm. Gözlüyüm indi açım ağızlarını. Çəkəcəm. Gör üzümü çəkir, odaqlanır üzümə. Mən qoy odaqlayım üzümə. Odaqlanır. Hə, düz burnu üstünə. Qəşəng düşür də. Deməli, ilk öncə ən sevdiyimiz sizlər. Burada hamısı yoxlamışam. Məsələn, ya da qobunu yoxlayım uşaqlar. Düşün axı nə yoxluyursan. Göstərirəm də, belə düşünürəm. Hə. Çox dadlıdır. Yox, bu dadlı deyil. Bu dadlı deyil. Bunun dadına baxaq. Düşür yetizim. Düşmazsın. Bəzilər. Yalan danışma. Bu da dadlı deyil. Kesin əvvəllər dadlıydı axı, yetə. Hamısı eyni dadı verir. Niyə? Niyə yaxşıdır ki? Aslında keçən Al, il baxın. başıma gəlməmişdi. Bir onun burnu sildə qurban olaram, nə olar? Tez ağzı ağzına. Neyse, dadları bu səfər mənə çatmadı uşaqlar, niyə bilmirəm. Bu cipsin dadına baxacağım, bu çiyələk cipsisi də. Bunu rüyələ sevirim. Aslında Güzel dadlıdır. Bu sən tuta bilmirsən. həqiqi. O böyle toyuğu yedizdirdim, mən tutmaram da tay. Çiyələyi bax indi tuturam. Bəlkə şirinin üstündən çiyələk yedim, ona görə bilər. Ola bilər, hər şey ola bilər. Bundan yığ bazı yapar. Yaxşı.
Gözəllikdir maşallah. Allah haqqı keçən dəfə yediyim bundan qat-qat dadlıydı. Mən də şeysən də belki dadlı değildim. Ölüm qabağımda. Dur ana qurban yerədən. Başıma dönüm. Ölərəm, ömrüm. Can, ana qurban olsun boyuna. Koy başı. Uzanma həyatım. Gedək yataq ömrüm. Dur. Get çay süzdə yetə. Dur bir dənə oynayaq gedim. Dur. Deyirəm ki, maçı ver mənə, gedim yatım. Maçı ver mənə, gedim yatım. Dur maç eləyim, gedim yatım. Basına dönüm, basına dönüm. Dur ana baba, maç eləyim şeyin, gedim yatım da yuxularım şirin olsun, ne olar ki? Yuxu görmüyorum mən. Dur yatmağa. Kızım. Ay Allah özünü. Mənə maçı ver, mən gedim yatım. Az istəmir, hadi da ye Dur git. Təriş, dur. İyi gecələr deyil insanlara. Gecəniz xeyrə qalsın. Sabah görüşərik. İnşallah sabah görüşərik. Gözəl izləyicilər, əziz izləyicilər, var olasınız. Öpürəm sizin hamınızı. Ana baba. Hamınızı deyəndə mən gözəl nəvəmi sevənlərin hamısını öpürəm. Allah sizə ömür versin. Öpürüm bir də səni. Okey. Maç eləyim, gedim yatım, ne olar ki? Nə? Deyirəm ki, maç eləyim, sən gedim yatım. Nənən ölüb? Hə? Nənən ölüb? Tərənin nənən ölüb? Şəxsi edirsən? Kızım, maç eləyim, gedim yatım, ne olar ki? Yavaş. Babası. Sağ ol, gecən xeyrə qalsın. Yatdı.